Döhdür Məhəmməd Mobin və onun xanımısı Neşat Vusuqi İranın təbabət tarixində lap böyük məvaxillərindən biridirlər. 30 və 40-cı illərdə Şiisozam İranda, xüsusən Azərbaycanda çox idi. Bu böyük insanlar çalışıb və Cuzamı həmişəlik aradan apardılar. Bizim Heydər babamız, ey xalqımın mərd oğlu, bizim Heydər babamız, ey xalqımın mərd oğlu, bizim Heydər babamız. 339-cu il Neşat Vusuqi ilə Çimama Döhdür idi, evləndilər. Sonunda 1394-cü ildə Cuzamın atası dünyasını dəyişdi.